Qaradəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda ümumi dəyəri 500 milyon avroya yaxın layihələri maliyyələşdirib. Bunu Maliyyə Naziri Sahil Babayev Qaradəniz Ticarət və İnkişaf Bankının Bakıda keçirilən Rəhbərlər Şurasının 28-ci illik toplantısında dedi. Onun sözlərinə görə həmin layihələr arasında yerli banklar vasitəsilə kiçik və orta biznesə ayrılan maliyyə dəstəyi ən mühüm istiqamətlərdən biri hesab olunur. Növbəti dövr üzrə bizim əməkdaşlığımızın genişləndirilməsi nəzərdə tutulur. Bugünkü müzakirələrdə Azərbaycanda, eyni zamanda Cənubi Qafqazda, Qaradəniz regionunda transmilli layihələrin, regional layihələrin genişləndirilməsi, həm nəqliyyat dəhlizləri, həm enerji layihələrinin daha geniş şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycan və digər ölkələrdə müxtəlif özəl layihələrə, xüsusilə kiçik orta biznesə dəstək verilməsi kimi layihələr, istiqamətlər müzakirə edilir və əlbəttə ki, növbəti dövrdə biz bankın uğurlu fəaliyyətini də görəcəyik. Ümumilikdə 25-ci ilin nəticələrini də qiymətləndiririk və 25-ci il nəticələrinə görə həm region ölkələrinin, həm də bankın həyata keçirdiyi maliyyə tədbirləri, həyata keçirdiyi investisiya layihələri uğurlu nəticələr vermişdir. Həm bankın mövqeləri tam sağlamlaşdırılmışdır, eyni zamanda da region ölkələrin hər birində də maliyyə reytingləri daha da yaxşılaşmışdır və ya sabit qalmışdır. Qaradəniz Ticarət və İnkişaf Bankı prezidenti Serhat Köksal qeyd etdi ki, bankla Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Onun sözlərinə görə, bankın məqsədi həm Azərbaycanın, həm də digər ölkələrin inkişafını təmin etmək, eləcə də onlar arasında ticarəti zənginləşdirməkdir. İleride de enerji noktasında güneş enerjisi santralleri yatırımlarını biz finanse edeceğiz. Şu anda ayrıntı veremiyoruz ama görüşmelerimiz devam ediyor. İlgili projelerle ilgili lojistik alanında, turizm alanında, eğitim alanında birçok alanda biz Azerbaycan'da projelere finansman getireceğiz. Bankamızın amacı gerek Azerbaycan'ın gerek diğer üye ülkelerin hem kalkınmasını sağlamak hem de ülkeler arası ticareti zenginleştirmek. Bu anlamda Azerbaycan hükümetinden çok büyük destek görüyoruz. Biz de banka olarak Azerbaycan ekonomisi için elimizden geleni yapıyoruz ve yapmaya da devam edeceğiz. Qeyd edək ki, Qaradəniz Ticarət və İnkişaf Bankının illik toplantısında bankın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirildi, maliyyə hesabatları təsdiq edildi və 2026-cı il üzrə büdcəsi müzakirə olundu. Eyni zamanda bildirildi ki, 2027-ci ildə bankın Rəhbərlik Şurasının 29-cu illik toplantısına sədrlik Balqaristana keçir.